Salam hörmətli Türkəs TV-nin izləyiciləri. Bu günləri bir şəhid haqqında danışacağım sizə. Şəhidimiz 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuşdu. Şəhidimizin bu gün Mövlud günüdür. Şəhid olmasaydı, bu gün onun 27 yaşını qeyd eləyəcəkdi. Şəhidimiz Sənan Şahinoğludur. Sözü verirəm onun valideynlərinə. Buyurun, söz sizdə. Mikrofonu tutun zəhmət olmasa. Özünüzü təqdim edin. Mən Şahin Abdullayev, Zəngilan rayon Ağrız kəndindən şəhid Sənanın atasıyam. Mən bir keçmiş döyüşçü kimi, bugünün şəhid atası kimi ön Sənan balamın Mövlud günüdür. Allah rəhmət eləsin. Sağ ol. Bugün anım günü ilə də bağlı 20-ci ilin bu günlərində Sənan balamı biz axtarırdıq. Şəhid olmağından belə xəbərimiz yox idi. 20-ci ildə də Sənansız anım doğum gününü qeyd elədik. Həmən günü bizim üçün doğum günü idi 20-ci ildə. Amma bugünkü gün 25-ci ildə 1 noyabrda Sənanın Mövlud gününü qeyd edirik. 5 il üstündən ötdü. Amma bizim üçün 5 il deyil. Sanki dünən olub. Dünən olmuş kimi. Yəni elə bilirəm Sənanı onda, Sənan oktyabrın 5-də şəhid olub, axşamçağı. Biz noyabrın 1-i onun doğum günü qeyd elədik. Noyabrın 20-si dəfn elədik. Amma bu günləri 20-ci ildə Sənanı axtarırdıq. Bugün yenə də mənim gözüm Sənanı axtarır. Amma ruhen yanımızdadır. Mən balamı bugünkü gündə... Cismən yanınızda olmasa belə. Yox, cismən yanımızda deyil, amma Sənan ruhen yanımızdadır. Ruhen, bəli. Hara getsə mənim balam məni izləyir. Təbii ki. O illərdən sonra mən dəyişilib, mən deyiləm. Mən Sənan istədiyi kimi istəyirəm gəzəm, istəyirəm işləyəm, istəyirəm hərəkət edəyəm. Yəni bütün mənim oğlum mənim hərəkətlərimə də diqqət eləyir. Çox sağ olsun, mən çox sağ olsun deyirəm Sənan balama. Deyirəm oğlum, Mövludun mübarək olsun. Məqamın ucadan ucaq olsun. Amin. Sən bizim başımızı ucaltdın. Nəinki biz ailənin, millətimizin, dövlətimizin, siz hər yerdə başını ucaltdınız. Allah Teala sizin məqamınızı ucadan uca eləsin. Amin. Biz sizinki kimi bax yüzlərlə, minlərlə igidlər var. Biz fəxr eləyirik sizlərlə qürur duyuruq. Bugünkü gün maşallah bəlkə bir 50 məktəb bugün ziyarət eləyib buranı, 50 sinif, bəlkə də çox ziyarət eləyiblər. Örnəkdirlər, bizim balalarımız örnəkdirlər, gələcəkdə bunların həyatını öyrənirlər, oxuyurlar. Mən xalqımıza, millətimizə, dövlətimizə həmişə xoş günlər arzu eləyirəm. Bugün deyərdim ki, bizim yəni bayram günümüzdə oğlumun Mövlududur. Allah rəhmət eləsin. Allah ruhu şad eləsin, amin. Ruhu qarşısında baş əyirəm balamın. Allah məqamın ucadan uca eləsin, necə ki bizim başımızı hər yerdə dik tutdular, uca tutdular. Allah xalqımızı, millətimizi də var eləsin, dəyərli xalqımı ki, hansı ki şəhidlərinə bu boyda dəyər verirlər, qiymət verirlər. Təbii ki, borcumuzdur. Sizə də çox sağ ol deyirəm, təşəkkür edirəm ki, hər zaman yanımızdasınız. Çox sağ olun, minnətdaram, təşəkkür ederim. Siz də sağ olun, çox sağ olun. Sözü veririk onun anasına. Bir-iki kəlmə siz də deyərdiniz. Buyurun. Mən də Abdullayev Sənanın anasıyam. Mən də balamın Mövlud günü təbrik edirəm. Mənim balam bugün 17 yaşında. Bugün əmsinin də anım günüdür. Allah rəhmət eləsin. Mən hər ikisini təbrik edirəm. Allah məqamlarını uca eləsin. Amin, amin. Təkcə siz yox, bütün Azərbaycan xalqı şəhidlərimizlə, igidlərimizlə fəxr eləyir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onlar bizim qürurumuzdur.
Onlar bizim ant yerimizdir.